Esselamu Aleyküm ve Rahmetullah Barakat değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Değerli izleyiciler, gördüğünüz bu felebeçelerin artık 80 günü tamam oldu. Daha da 81 günü. Ben inşallah bunlara ikinci gündeki kəpəkçölə verirəm. Məqsəd o değil ki, kəpəkçölə çəkilişlər. Məqsəd odur ki, değerli izleyiciler, mən kəpəkçölə verdikdə eyni vaxtda 3 gün ərzində, istəsəz 5 gün ərzində amprolium dərman verirəm. Çünki amprolium dərman verməsəniz heyvanlarınızda fəsad olar. Amprolium nə üçündür? Amprolium koksidioz xəstəliyinə qarşıdır. Koksidioz xəstəliyi deməli heyvanlarda amprolium verilir ki, heyvanlarda, quşlarımızda peyinlərdə qanaxma olmasın, heyvanlarda arıqlama olmasın, quruma olmasın və qarın getmə olmasın. Ona görə ki, həmçində gələcəkdə inşallah ölümün qabağı alınır. Biz də kəpəkçölə ilə bərabər bunu veririk ki, 3-5 gün. 3-5 gün, yəni 72 saat ən aşağısı, ən azı siz amprolium verməlisiniz. Və amproliumdan sonra inşallah 3-5 gündə hansı biri fərq etməz. Vitamin istəyir Tiptronik olsun, istəyir Supervit olsun, istəyir Eurovit olsun, fərq etməz. Əsas odur ki, dəyərli izləyicilər, biz kəpəkçölərin öz üstünlüyü verib Bakı cəmaatı, Bakıda yaşayan cəmaat. Çünki bizim yem dükanlarında, yem məhsul dükanlarında əsas çoxluğu çörək satılır və çörək də boş vermək, yəni məqsədsizdir. Əsas odur ki, kəpəklə qarışdıranda heyvanlar inşallah yaxşı yeyirlər. İndi mən bunları verim. Baxmayaraq ki, dəyərli izləyicilər, ikinci gündür mən bu fələbəçələrimizə kəpəkçölə artıq öyrəniblər. Amma bir şey də var da, onun əmması var. Mən gündə bir dəfədə, heç olmasa bir gündəlik 20-30% yemini düzəltdiyim yeminə verirəm. Yəni qaraqadalı ilə buğda qarışığı yağına. Bu qədər dəyərli izləyicilər. İnşallah güman edirəm videom sizin üçün faydalı olar.